Sakit müəllim, sizin sualınıza mən bir dənə hədislə cavab verim. Mədinə yolunun qırağında, xiyabanda bir dənə it ölmüşdü. Günün şüaları dəyirdi ona və üfunət ətrafı bürümüşdü. Oradan keçən cəmaət da kimi qaçıb keçirdi, çünki üfunət idi, iyi götürmüşdü aləmi, kimi üzün tuturdu keçirdi, kimi əbası ilə üzün tuturdu, nəfəsini tuturdu keçirdi. Görürlər ki, o tərəfdən Həzrəti Peyğəmbər gəlir həmən yoluna. Deyirlər, gəlin baxaq görək Peyğəmbər oradan necə keçəcək. Görürlər, Həzrət yaxınlaşır, heyvana çatanda dayandı. Heyvana biraz dayandı, tamaşa elədi. Ondan sonra yolun davam elədi. Gəldilər Peyğəmbərin yanına ki, ya Rəsulallah, biz səhərdən tamaşa eləyirdik. Kimi oradan qaçırdı, keçirdi, kimi nəfəsini tuturdu. Amma sən dayandın, o heyvana tamaşa elədin, sən nəyə baxırdın? Həzrət buyurur ki, o heyvanın çox qəşəng dişləri var idi. Mən onun dişlərinə tamaşa eləyirdim. Yəni, Həzrəti Peyğəmbər ölmüş heyvanda mındarlanmış bir dənə cəsəddə müsbət bir yer axtarır. İslam əxlaqı budur. Yəni, insanlar biri-birlərinin mənfi hərəkətlərin yox, eyiblərini yox, onların müsbət hərəkətlərin örnək götürsünlər. Day, məsələn, biri-birinə səhv eləyən kimi onu dünyaya car çəkməsinlər. İslam əxlaqı budur, mərifət budur. Növbəti sualımızı oxuyaq.